Bütün əzizlərimiz, əziz bizi dinləyirlər. Zahid Marketimiz gəldi bura şəhidlərlə bağlı. Bizim şəhidlərin deməli, nə qədəri bu maqazinə Zahid balamız hamısını bura yerləşdi. Müayinədə gündəlik də artım var burada. Bizi üçün bu böyük fəxirdir. Bunun balaca olmağına baxmayaraq, bunun böyük dəyəri. Özü də ki, döyüşçü olur, özü 5 medal da fərqli olmuyor. Allah da medallar da buradadır. Mən onun atası Bəhruz qardaşıma Allah'tan rəhmət diləyirəm. Allah sizlərə səbir versin. Allah onun ruhunu şad eləsin, mərhamını necə eləsin. Bu gözəl insan idi. Bizim xalqımız üçün, bizim Ağsu üçün, Qarabağ üçün döyüş vaxtı da çox köməkliklər edir. Maşınlarla produktlar yolluyor, maşınlarla nələr yolluyor. Allah onun ruhunu şad eləsin. Valla, mən sizə can sağlığa deyirəm. Allah səni şovan eləsin. Mən də dəmir yumruq Alfa A cəmiyyəti adına kollektiv olaraq bizim bu dəmir yumruğu Ali Baş Komandamızın dəmir yumruğudur. Mən arz edirəm ki, xalqımız, Azərbaycan xalqı, millətimiz, dövlətimiz qoy belə dəmir yumruğu olsun. Bu dəmir yumruğu da mən sənə verirəm. Sən də həmişə dəmir yumruğu olasan. Sənin kollektivin, sənin yaxınlarının, uzaqların. Bax belə, həmişə hamımız bax belə bir dəmir yumruğu. Allah təala bizi olsun. Bu dəmir yumruğu bizə deyilən odur və şəhidlərimizdir. Allah təala şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə səbir versin, ömür versin. Mən bir daha şəhid valideynlərinə qarşısında mən baş əyirəm. Allah onlara səbir versin. Cəmil qardaş, sən də çox sağ ol. Allah balığı sağlasın. Sən də əziyyət çəkirsən həmişə. Hər bir tədbirlərimizdə sən başladın. Bizdən də irəlidir. Allah sənin də canını sağlasın. Allah onu var eləsin. Həmşəri qardaş, həmişə dəmin yumruq olacaq. Bax, möhkəm olacaq, möhkəm olacaq. Sağ ol, razı. Bizdə həmişə gücümüz çatar. Nədir? Ölüyor. Erdoğan benim deyəcəkdir deyək, həqiqətən də bizim təşkilat adından dəmir yumruq simvolun qardaşımıza təqdim etdi. Vətənpərvər ruhdadır, sağ olsun ki, o da 44 günlük vətən müharibəsinin iştirakçısıdır. Bir olaraq dəmir yumruq kimi əzimli və möhkəm olaraq yaşasın dövlətimiz, xalqımız və Ali Baş Komandamız. Uşaqkən uzun qış gecələrində nağıl dinlərdik nənələrimizdən. Şirin olardı qış nağılları. Böyüdük və sevdik bir-birimizi. Mən səni, sən də məni. Elə sevgimiz də bir qış nağılına bənzəyirdi. Amma heyf ki eşqimizin sonunda göydən uçalma yerinə ayrılıklar düştü. Ayrılıklar düştü qara gözüm. Ayrılıklar düştü. Ayrılıklar düştü.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı, şəfaət versin. Çok sağ ol bala, sağ ol. Allah sizin işinizi həmişə avan eləsin. Çox sağ olun. Çok sağ olun ki, bak beləncə qiymət verirsiniz. Allah size qiymət verir. Allah verir. Şəhidlərin ruhuna həmişə tutmuşsunuz. Bəli, bəli. Şəhidlərimizin bugünkü günü hesabına da bak, bugünkü günümüz gəldiniz, bütün millətimiz azad yaşayır. Allah Baş komandamızı qorusun, Allah ona Amin. rəhmət versin, can sağlığı versin. Bizə bax bu günləri yaşatdı və şəhidlərimiz bu günü bizə qoydu getdi. Allah onların ruhunu şad olasın. Amin. Məqamın ucadır, cənnətdir yerin, vücudum, varlığım, qanım şəhidim, əbədi parlayan ulduzdur bilin, sizin ruhunuz da qanım şəhidim. Bəli, şəhidlər vətən uğrunda, torpaq uğrunda canlarını fəda verib, bizim gələcək nəsillərimiz firavan və azad yaşasın. Onların ruhu qarşısında baş əyirik. Allah